iki tip rəng modelindən istifadə edirik. Bunlardan birinə additiv rəng modeli deyilir. Buna aiddir RGB modeli. Birinə də subtraktiv rəng modeli deyirik. Subtraktiv. Bu da SMK modelidir. RGB modelində iş prinsipi rəngin əks olunmasıdır. Yəni, hansı rəng çölə vurulursa biz o rəngi görə bilirik. Ona görə RGB modelindən istifadə olunur monitorlarda. Monitor. SMK modelindən isə rəngin udulması prinsipinə əsaslanır. Ona görə bundan istifadə edirlər çap texnologiyasında, yəni printerlərdə. İndi RGB dediyimiz şey əslində 3 rəngin birləşməsidir. Red, green, bir də blue. Yəni qırmızı, yaşıl, bir də göy. Bu 3 rəngin birləşməsindən alınan rənglərə biz demişik RGB rəngləri. Və bunlar əsas rənglər hesab olunur. SMK rəng modelində isə bu rəng siyan, bizim dilə bu rəng kimi ya da firuzəyi rəng kimi tərcümə edirlər. Əslində mavi rəngdə demək olar, dəniz mavisi. Magenta sözündəndir. Bizim dilə bunu kitabların çoxsunda al qırmızı kimi tərcümə edirlər. Al qırmızı. Ya da əslində bu rəng biz hansı rəngdir? Bənövşəyi rəngə oxşar rəngdir. Bənövşəyi. Amma tam bənövşəyi rəng deyil də, qırmızıya daha çox çalır. Bir də yellow, bu da adından göründüyü kimi sarı rəngi ifadə edir. İndi K da normalda bəzən SMK ya da SMY, BK yazırlar buna, bax, BK. Printerlərdə belə yazırlar, BK. Bu qara rəngi ifadə edir. Çünki digər rənglərin qarışığındansa tək qaradan istifadə eləməklə rənglər almaq daha məqsədə uyğun olur. İndi rəngləri hansı tonlarla qarışdırırlar? Deməli, RGB-də hansı rəng maksimaldırsa biz o rəngi görə bilirik. Məsələn, qırmızı rəngi görmək istəyiriksə, bunu onluq kodla ifadə elədirsək, 255.00 şəklində yazırıq. Səbəb nədir? Çünki biz demək 8 bitlə, yəni burada 3 dənə rəng var, hərəsi 8 bitdir. Bilirik ki, RGB-də palitrasındakı rənglərin sayı 224 dənədir. Niyə? Çünki hər pikselim 24 bitlə kodlaşdırılır. Yəni, hər rəngim 8 bitdir. 8 bitlə kodlaşdırılan ən böyük ədədim isə 255-dir. 0-dan 255-ə qədər dəyərlər alır bu yer nöqtələr və önəmli olan şey nədir? Qırmızı rəngi almaq istəyirəmsə, hansı rəngi maksimal götürsəm, o birləri 0 götürməklə mən həmin rəngi ala bilirəm. Məsələn, yaşıl rəngi almaq istəsəm, yaşıla 255 qoyacam, o birlərə 0. Bəzən burada 255 əvəzinə F-dən istifadə edirlər, bax. F, 00, 00. Sadəcə bu 16-lıq kodudur. Yəni, bu 10-luq koddur, bu da onun 16-lıq kodudur. Yadınıza qalar? Bəli. Deməli, növbəti, məsələn, yaşıl rəng, göy rəngi almaq istəsəm, 0, 0, 255 alıram. Baxın, bir dənə şeyi bilmək lazımdır. Telefonunuzun ekranını ya da kompüterimizin ekranını söndürsəz, hansı rəngi görürsünüz? Qara rəng. 0 olur, deməli, bunun hamısı. Bəli, heç bir rəngi görməyəndə biz ona deyirik qara rəng. Bir olanda da hamısı FF. Hamısını 255 götürsək ya da hamısını F götürsək. Onda da A. 255'in arasında elə bir fərq yoxdur da. Biz FF yazdıq, 255 yazdıq, eyni şey. Hamısını 255 yazsaq ağ rəngi görəcəyik. Mən bunu kitabda təsvirdə vermişəm, səliqəli formada ilə. O rənglər Eylerman diaqramı ilə də göstərmişəm. İndi müxtəlif rənglər almaq istəyiriksə, müxtəlif rənglər, məsəl üçün, bunların arasında olan rənglərə biz deyirik boz rəng. Məsələn, bax, 210, 210,
210 olsa bu olacaq hansı rəng? Boz. Məsələn 150, 150, 150. Bu da hansı rəng olacaq? Boz. Yəni hamısını eyni qədər götürsəz və bu dəyər 0 ilə 255-in arasında yerləşirsə bu boz rəng olur. Yadınızda qalar? Yəni hamısı Bir eyni də- qədər dedikdə, yəni 3 rəqəmi də eyni olaraq götürürük, dəyişmirik. Üçü də eyni olmalıdır və Amma 0-dan 255-ə qədər bir ədəd olmalıdır. O halda buna deyirik boz rəng. Sadəcə Hı, bozun aynen. tonları dəyişir. Sıfıra yaxınlaşdıqca qaraya daha çox çalır, yəni tünd rəng olur, tünd boz. Hı -hı. 255-ə yaxınlaşdıqca ağa daha çox yaxın olur, yəni açıq boz rəngi alırıq. Aydın. İndi gəlirik semika rəng. Buyurun. Mən şeydə kaydını da göndərərsiniz, bir dəfə də qulaq asaram, elə bil bunlara. Olar, problem yoxdur. Qayd edirəm hal-hazırda, narahat olmayın. İndi gəlirəm semika rəng modelinə. Semika rəng modelində nə dedik? Hansı rəng görünmürsə, hansı rəng belə deyək də sıfırdırsa, biz o rəngi görürük. Çünki o rəng udulur bələk tərəfindən. Başa düşülür? Yəni məsələn deyək ki, bəli. mən mavi rəngi görmək istəyirəmsə, onu 0 götürəcəm, o birlərini 255 götürəcəm. Başa düşülür? Bəli. Bu oldu, bax birinci rəng, siyan rəng. İndi magenta, yəni bənövşəyi rəngi görmək istəyirəmsə, onu 0 götürəcəm, o birlərini nə götürəcəm? 155. 255. Yəni kodları əzbərləməyək deyə deyirəm onu. Yəni bu adları əzbərə bildik. Bununla bunu əzbər zaten bilməliyik. Çünki sual kimi düşür. Bunu əzbərə biləndən sonra kodunu tapmaq rahatdır. Yəni burada bilirik ki, hansı kod 0-dırsa o rəngi görürük. Burada isə bilirik ki, hansı kod 255-dirsə o rəngi görürük. Söhbət əsas rənglərdən gedir. İndi məsələn sarı rəngi görmək istəyirəmsə, sarı rəng 0-dır, o birlər nədir? 253. 255-dir. Başa düşülməyən bir şey varmı? İndi ağla qarada burada semikada danışmayacağıq. Səbəb çünki ağ rəng vərəqin özü zaten ağ rəngdədir. Heç bir rəngin olmadığı haldır. Qara rəngdəki müstəqil şəkildə zaten var. Ona görə qara rəngdən də burada danışmağa ehtiyacımız qalmır. Aydındır? İndi bu kodları bildik. Birdən belə bir şey verərəm. Deyərəm ki, atıram. Məsələn, deyirəm ki, RGB-də yaşıl rəng üstə gəlinsin qırmızı rəng. Hansı rəngi verəcək bizə? Yəni, yaşılla qırmızını qarışdırsam hansı rəngi alaram? Baxın, burada Yəni yine orada digərini tapırdı onda. Yox, digərini tapmır. Bax, yaşlı rəngin kodu nə idi? 255 255 00. 00. Qırmızı rəngin kodu nə idi? Oh, sorry. Qırmızı rəngin kodu idi da Qırmızının 255 kodu, 00. Yaşılın kodu nə idi? Yaşılda 0 da- 255 0. Hı -hı. Toplayaq bunları. Nə oldu? Aa, 255 255 255 0. 0. Onda Hansı rəngdir yellow. burada 255 255 Sarı 0? rəngi. Hə, aydın. Sarı. Deməli, yaşılla qırmızının cəmi əslində hansı rəng imiş? Sarı rəng. Tamam. Ona görə semiyaka rənglər əslində tamamlayıcı rənglərdir. Bunlar əsas rənglərdir, bunlar da onların tamamlayıcı rənglərdir. Yəni bir-birindən ayrı müstəqil bir şeymiş kimi düşünmürük onları. Əslində birdir. Məsələn, başqa bir şey verirəm. Deyirəm ki, RGB-də ağ rəng çıxılsın, sarı rəng. Hansı rəngi verəcək? Onda 255 255 255. 255, 255 idi. Doğrudur. Aha. Sarı rəng nə idi? 255 255 0. 255, 255, 0 idi. Düzdürmü? SMY idi də, Y üçüncü rəngdə. Ona görə onu 0 götürdüm, o birləri 255. Ha, 255-dən 255 götürüb çıxdım. 0, 0, 255. Hansı rəng yanılır bu? Blue mavi. Red, green, blue. Göy rəng. Okey? Mavi yox, göy. Gördük bəli. Hə, çünki mavi də cavablarda olacaq, ona görə deyirəm. Aha, aydındır bəli. Deməli, ağ çıxılsın, sarı, hansı rəngi verir mənə? Göy rəngi verir. Başa düşdük burasını tam. Yəni bunların hamısını əzbərləməyə ehtiyac yoxdur. Mahiyyətini başa düşdüksə, gerisi çox asandır bizim üçün. Elə də çətin bir şey olmayacaq. Və indi gəlin sizə bunu Paint'də göstərim. Azərbaycan dilində yazıblar deyə. Bax,
Ekran görə bilirsiniz siz yəqin ki. Görürəm. Bax burada. Bu renklər palitrasıdır. Burada da gradiyent deyirlər. Bax, bu hissəyə bax, bura gradiyent deyirlər. Bu renklərin seyidir. Bax, yuxarıya doğru getdikcə tündləşir, aşağıya doğru gəldikcə aşağı olur. Bax, indi RGB modelinə baxaq. Qırmızını 255 götürsəm, hansı rəngi alıram burada? Görürsünüz? Qırmızı rəngi. İndi məsələn, bunu 0 götürsəm, bunu 255 götürsəm, hansı rəngi alacam? Green, yaşıl. Yaşıl rəng. Aydındır. Sonra məsələn, indi bax, ikisini də 255 götürsəm, hansı rəngi almalıyam? Siyan rəngi. Birinci sıra siyan, bəli. Siyan, Bəli, bəli. burada niyə mavi qeyd ediliblər? Bəs RGB-də? Bu tərcümədir də Azərbaycan dilində. Ona görə tərcümə eləyəndə bizim kitablar blue verəndə normalda şey verir. Mavi rəngi verir. Amma indi bax, 0 verək. Bu hansı rəngdir? Bu mavi deyil, bu göy rəngdir. Başa düşüldü necə? Bəli, bəli. Hə, sadəcə olaraq bizim bu Azərbaycan dilinə blue rəngini mavi kimi tərcümə ediblər deyə kompüter sistemində də elə hamısına mavi yazı gediblər. Əslində o rəng göy rəngdir yəni. Fikir verin bax, burada onun 16'lıq kodunu da göstərir. Bu da onun 10'luq kodudur. 00255. Bax, indi məsələn bayaqları şey dedik, boz rəngi dedik. Gəlin boz rəngə baxaq. Bax, məsələn deyək ki, 100. Fikir verin. Sadəcə bax, bu dəyəri artırdıqca, hər birinin qiymətini artırdıqca ağa doğru gedir. Açıq boz görürsünüz yazılır. Sıfıra yaxınlaşsın. Tündə doğru getdikcə də bax, tünd boz, axırda olur qara. Aydındır. İndi, məsələn deyək ki, mən hansı rəngi almaq istəyirəm? Sarı rəngi. Sarı rəng nə idi? 255, 0, doğru? Bəli. 255, 0. Qaldı sarı rəng. Burada bir dənə şeyi də bilmək. Yəni biz qırmızı ilə yaşılı birləşdirəndə sarı alırıq. Bunu bildik. İndi bir də nəyi bilmək lazımdır? Önəmli. Yerdə qalan rənglərin qarşılığından bütün rəngləri əldə eləmək olar. Yəni 224 sayda rəngin hər biri burada yerləşir. Bax. Başa düşüldü? Sadəcə rəqəmlərin qiymətləri dəyişir. İndi sual verə bilərsiniz ki, bunların hamısını əzbərləməyə ehtiyac varmı? Yox. Bu qədər rəng hamısı da əzbərlənməz təbii olaraq. Sadəcə olaraq biz əsas rəngləri bilməliyik və bir də prinsipi bilməliyik ki, nə edirik biz? Onların müxtəlif qarşılığından rənglər alırıq.